Бажаю здоров'я, шановні українці, українки. Коротко про цей день. ППО. Rusiya qoşunları artıq Ukrayna ərazisinə yeni kütləvi zərbə endirməyə hazırlaşıb. Bunu Ukrayna prezidenti Volodimir Zelenski axşam müraciətində bildirib. Bu günlərdə daha da diqqətli olmaq lazımdır. Rusiya kütləvi zərbəyə hazırlaşıb və onu endirmək üçün anı gözləyir. Xahiş edirəm, bütün hava həyəcan siqnallarına diqqət yetirin. Hər bir vilayətdə insanlara dəstək vermək və operativ reaksiya göstərmək üçün tam hazırlıq olmalıdır deyə o vurğulayıb. Zelenski hələ yanvarın 16-sında Rusiyanın Ukraynaya yeni kütləvi zərbələrə hazırlaşdığını bəyan etmişdi. Onun sözlərinə görə, bu barədə məlumatı Ukrayna kəşfiyyatı əldə edib. Yanvarın 18-də isə dövlət başçısı tərəfdaşlara müraciət edərək Ukraynanın daha çox müdafiə ehtiyacı olduğunu bildirib. Əsasən bu, hava hücumundan müdafiə sistemləri üçün yeni raketlərə aiddir. Прикордонних і прифронтових областях. Передусім, це Харків і область Харківська, Запоріжжя, Дніпровщина, Чернігів, Сумщина,